Azərbaycan Voleybol Federasiyasının yeni fəaliyyət planına uyğun olaraq biz əvvəllər daha böyük yaş qrupları ilə məşğul idiqsə də bunlara 2011, 2012, 2013 və 2014-cü il idmançılar daxil idisə də biz artıq federasiyanın yeni fəaliyyət planına uyğun olaraq yaş qruplarımızı daha da aşağı yaşlara endirmişik. Bu isə öz növbəsində bizə idmançılarla daha uzun müddət məşqləri bərabər məşq etmək, məşq prosesini bərabər aparmağa şərait yaradır. Bizim artıq önümüzdəki əsas hədəfimiz, planımız yaş qruplarımızı 2015, 2016, 2017 və 2018-ci illərə qədər aşağı düşürməkdir. Biz bugünkü gün Mingəçevirdə artıq keçirilən seleksiyaların nəticəsi olaraq, gəzilən məktəblər, sinif-sinif gəzilən seleksiyaların nəticəsi olaraq artıq 2 qrupla fəaliyyətə başlamışıq ki, Mingəçevirdə ümumilikdə 2 qrupda 35-36 idmançımız var. Gördüyünüz kimi növbəti mərhələlərdə biz Gəncə şəhərində də bu fəaliyyətə başlamışıq. Gəncə şəhərində də qruplarımız var və əsas məqsədimiz bütün fəaliyyətdə olduğumuz regionlarda aşağı yaş qruplarından ibarət minimum bir komanda hazırlamaqdır. 11 rayonda və 15 fərqli zalda fəaliyyətimizi davam elətdiririk. Bütün zallarımızda U14, 16, 18 yaş qrupları mövcuddur. Biz 2025 və 26-cı il keçirilən çempionatda, Azərbaycan çempionatında artıq 14, 16, 18 yaş qruplarında çıxış etdik. Çempionat bitən kimi artıq növbəti il üçün, növbəti yarışlar üçün daha da sürətli hazırlaşırıq, daha da uzun müddətli çalışmağa hazırlaşırıq ki, yeni uğurlar əldə edək. Bu isə öz növbəsində vurguladığımız kimi daha aşağı yaş qruplarına müraciət əsasında həyata keçiriləcək. Və növbəti mərhələdə əgər 2011, 12, 13, 14-cü il yaş qrupları ilə biz 2 və yaxud 3 il məşğul ola bilirdiksə də artıq qeyd olunan qruplarla 15, 16, 17, 18-ci il idmançılarla minimum 5 il bərabər məşq prosesimiz nəzərdə tutulub, 5 il onların fəaliyyəti nəzərdə tutulub. Bu isə belə deyək, bizim Avropa və digər qabaqcıl voleybolda inkişaf etmiş ölkələrdən götürdüyümüz bir statistikadır ki, nə qədər aşağı yaş qrupundan biz başlayarıqsa, o qədər daha çox uğur əldə edə bilərik. Yəni, bir idmançı 2 il və ya 3 il məşğul olmaq əvəzinə 5, 6, 7 il məşğul ola bilirsə də, onda idmançı daha da profesional, daha da peşəkar olacaqdır.